Denemeden İlham Əliyevin Petuk oğlu Heydər Əliyev. Buna bak Petuk oxşuyur bak o. Dodağı da o şeyde olur ya o. Kurtlar Vadisi'nde var ya o. Yandırmaktan hoşu gelir. Yılmaz. Bunun ateşi neter olsun. O da diyor bol olsun. Bak hemen o neydi o? O şey Kurtlar Vadisi'nde onu oxşuyur bak. O uğraş oxşuyur bak. Sifete bakın siz Allah sifete bakın. Yılmaz. Yılmaz. Bak bu budur bak. Şimdi onun izleyicilerime o Dodagaz'a da bak bir tane. Dodagaz'a da bak. Dodagaz'a da bak. Dodagaz'a bak. O kadar bir yiyip spot da yağ. Baba sifete bak yağdır. Yağı sifet quymaqdır. Yeri gəlində xəstə olsa da canı. Yaxşı yedirdirlər. Keyfiyyətli yedirdirlər. Keyfiyyətli yedirdirlər bunlar. Buna bak. Bak doyunza oxşuyur. Bak doyunza. Doyunza oxşuyur. Bak doyunza. Erməni doyunzuna oxşuyur. Bak erməni doyunzuna. Bakın. Yılmaz. Erməni donuzuna oxşuyur. İndi gəlin görə bu erməni donuzu orada iş adamlarına prezident az saytı da paylaşır. Bu erməni donuzu bu balaca Heydər Əliyev, şeyi durmayan Heydər Əliyevin özü durub gəlib neye gəlibmiş ora? Neye gəlib ora? Bu nədir bu burada iştirak edir? Nə iclasdır bu? Gəlin bir baxaq. Bu kimdir? Nədir bu? Bu nədir bu? Bu nə poxdur? Bu kimin şeyinin başıdır? Bu hansı səlahiyyət sahibi kimi gəlib ora? Ha? Bu petukların arasına. Elə bunlar da petukdular hamısı. Sağ əməlli özünü tanıyan İlham Əliyevə salam verməz. İlham Əliyevə salam verməyən hamısı pedofildir. Hamısı nədir o? Adada bildiyinizdə o Epstein adasında çöpleyen çöplətdirəndir. Baxaq gəlin. Bundan hələ sabah incəliyinə kimi danışacağım ama bugün də baxaq. Yeni qoşulan izləyicilər çox xahiş edirəm. Allahını sevən efirimi bəyənsin. Getdik. Beğenenler yazsın beğendim. Bugün İlham Əliyev İsveçrədə Davos'ta keçirilən Davos forumuna gedib və Şəhidlər Xiyabanına gəlməyən Mehriban Əliyeva da özü ilə İsveçrəyə İlham Əliyev aparıb özü ilə Mehribanı. Və Mehriban Əliyeva nə də o Petuk Heydər Əliyev, nə də cırcırıqlar Şəhidlər Xiyabanına getməmişdilər. Amma Petuk Heydər Əliyevdən Çırıq Mehriban Əliyeva İsveçrədə Davos'daydılar. İndi gəlin görək nə çöplədilər orada. Həmçinin İlham Əliyevin oğlu Heydər Əliyev də həmin forumda Davos'ta iştirak edir. İlham Əliyev oğlunu tədbir iştirakçılarına mavini kimi, vitse-prezident kimi təqdim edibdi. Baxın ha, İlham Əliyev Davos'ta iş adamları vardı, o biznesmenler. Ora oğlu kimi. Eyni zamanda mavini kimi təqdim edib. Yox, oğlu kimi yox, mavini kimi təqdim edib. Oğlunu tədbir iştirakçılarına İlham Əliyev vitse-prezident kimi təqdim edib. Soşman oğlu olduğunu da gizlətməz. Mehriban Əliyevanı isə vitse-prezident, oğlunu ise vitse-prezident, yani ülkenin 3. vitse-prezidenti kimi təqdim edib. Baho! İlham Əliyev prezident, arvadı 1. vitse-prezident, oğlu 2. vitse-prezident. Deməli İlham Əliyev 1. prezident, vitse 2. prezident, arvadı 3. prezident kimi oğlunu təqdim edib. Allah 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 Allah. İlham Əliyevin hər biri, deməli Əliyevlərin Mehriban Əliyeva, Petuk Heydər Əliyev və İlham Əliyev. Hər biri orada müxtəlif şirkət rəhbərləri ilə görüş keçiriblər. Lakin onların əsas məqsədi Trumpla görüşmək, şou yaratmaq və şəkil çəkdirməkdir. Bunun üçün artıq İlham Əliyev Trumpla şəkil çəkdirmək məqsədi ilə İsrail Yahudi lobbisinə 30 milyon dollar veribdir. Baxın ha, Trumpla şəkil çəkdirməyə Davos'ta Yahudilərin gücünlə, Yahudi lobbisinin gücünlə 30 milyon dollar veribdir.